Demək, yerin daxili quruluşu mövzusudur. Bu sxem üzərindən izah vermək istəyirəm. Bəzən uşaqlar mərtəbələr və yaxud da ki, qatlar arasında müəyyən çətinliklər çəkirlər. Yerin daxili quruluşu deyəndə yer qabığı nəzərdə tutulmur. Çoxlar bunu səhv salırlar. Yerin daxili quruluşu, daxildə olan hissəsi 3 hissədən ibarətdir. Nüvə, mantia, yer qabığı. Görürsünüz, yer qabığı yerin daxili quruluşunun ən üst hissəsidir, ən nazik təbəqəsidir. İlk öncə nüvədən danışaq. Nüvə yerin mərkəzində yerləşir, ağır maddələrdən təşkil olunmuşdur. Radioaktiv maddələr burada parçalanır, zəncirvari və yüksək sıxlıq temperatur yaradır. Nəticədə nüvədə olan temperatur günəş səthinin temperaturuna bərabərdir. İki hissəyə bölünür. Daxili nüvə, xarici nüvə. Bir də deyirəm, nüvə ağır maddələrdən təşkil olunmuşdur. Yüngül maddələrdən yox. Xarici və daxili nüvədən ibarətdir. Daha sonra keçirik mantia. Mantia özü iki hissəyə bölünür. Alt mantia, bir də üst mantia. Alt mantia, üst mantia. Alt mantia ilə üst mantia arasında astronosfer qatı yerləşir. Astronosfer nə alt mantiaya aid deyil. Üst mantianın sadəcə alt hissəsi astronosfer adlanır. Astronosferlə alt mantia arasındakı sərhəd Gutenberg sərhədidir. Astronosferlə üst mantia arasındakı sərhəd Benyov sərhədi adlanır. Bundan başqa mantia örtük deməkdir. Mantia əsasən yüngül maddələrdən təşkil olunmuşdur. Maqma ocağı mantiyada yerləşir. 2900 kilometrə qədər qalınlığı var. Mantiyanın üzərində yer qabığı yerləşir. Yer qabığı yerin daxili quruluşunun ən nazik hissəsidir. 80-90 kilometr qalınlığa malikdir bu hissə. 3 hissədən ibarətdir. Bazalt, qranit, çökmə. Yer qabığı özü də 2 yerə bölünür. Fikir verin, bura materik tipli yer qabığıdır. Bu su hissi olan isə okean tipli yer qabığıdır. Okean tipli yer qabığında çökmə qat var, bazalt qat var. Lakin qranit qatı yalnız materik tiplidədir. Deməli, materik tiplidə hər üçü var. Çökmə, qranit, bazalt. Amma okean tipli yer qabığında qranit qatı yoxdur. Ona görə çökəkdir, sula dolub okean yaranıb. Çökmə bazaltdan ibarətdir. Yadınızda qalar. İndi burada sərhədlərə baxaq. Moxo sərhədi falan biraz düşür. Ona baxaq. Yer qabığının ən alt hissəsi ilə üst mantia arasındakı sərhəd və yaxud da belə də düşür. Bazaltla üst mantia arasındakı sərhəd Moxo sərhədi adlanır. Alim Moxoroviç onu müəyyən etmişdi. Onun şərəfinə qoyublar. Konrad sərhədi isə qranit və bazalt qat arasındakı sərhəddir. Deməli, yer 3 qatdan ibarətdir. Nüvə, mantia, yer qabığı. Nüvə 2 hissəyə bölünür. Daxili və xarici nüvə. Nüvə ağır maddələrdən təşkil olunmuşdur. Temperatur və sıxlıq yüksəkdir. Onun üzərində mantia təşkil olunmuşdur. Mantia örtük deməkdir. Qalınlığı 2900 kilometrdir. 2 hissəyə bölünür. Üst mantia, alt mantia. Üst mantianın alt hissəsi astronosfer adlanır. Zəlzələlər, vulkanlar hamısı bu qatda müşahidə olunur. Alt mantia ilə astronosfer arasındakı sərhəd Gutenberg adlanır. Astronosfer ilə üst mantia arasındakı sərhəd Benyov sərhədidir. Gutenberg çox düşmür. Siz Benyovu amma yaxşı öyrənin. Üst mantia ilə bazalt arasındakı sərhəd isə Moxo sərhədi adlanır. Qranit ilə bazalt arasındakı sərhəd isə Konrad sərhədi adlanır. Yer qabığı özü 3 hissəyə bölünür. Çökmə, qranit, bazalt. Yer qabığı 2 hissəyə bölünür. Materik tipli yer qabığı, okean tipli yer qabığı. Materik tipli yer qabığında çökmə, qranit, bazaltdır. Okeanda isə qranit yoxdur. Sadəcə çökmə və bazaltdan ibarətdir. Yer qabığının ən qalın hissəsi dedik ki 80-90 kilometrdir. Ən nazik hissəsi 1-5 kilometr arasında dəyişir. Yer səthində, yəni materikdə ən hündür hissə dedik ki Himalay dağlarıdır. Ən aşağı, yəni ən çökək hissə isə Marian çökəkliyidir. Sakit okeanda yerləşir. Dünyanın ən dərin çökəkliyi adlanır. Təxmini 11 kilometrə qədər dərinliyə malikdir. Bir də keçirik indi. Bəs litosfer nədir? Litos daş deməkdir. Sfera təbəqədir. Yəni daş təbəqəni öyrənir. Litosfer üst mantia ilə yer qabığını təşkil edən
hissədir. Deməli, litosfer nədir? Üst mantia plus yer qabığı litosferi təşkil edir. Bəzən bunu çaşdırmaq üçün hissə-hissə belə verirlər uşaqlar. Deyir ki, litosferə nə aiddir? Benyov sərhədə aiddir, doğrudur. Üst mantia aiddir, doğrudur. Bazalt aiddir, qranit aiddir, çökmə aiddir və yaxud da moxod aiddir, konrat da aiddir. Yəni bu sərhədin xüsusi adlandırılmış sərhədlər də litosferə aiddir. Benyov da, moxod da, konrat da. Belə düşə bilər. Litosferə aid olan hissələri tapın, düşər rahat, üst mantia, yer qabığı götürdük. Və yaxud da yer qabığını parçalaya da bilər. Çökmə, qranit, bazalt kimi də verə bilər. Siz onların üçünü də götürəcəksiniz. Çünki yer qabığı 3 qatdan təşkil olunmuşdur. Tektonosfer də astronosfer plus litosfer tektonosfer adlanır. Kitabda qeyd olunmuşdur. Ona görə ondan çox sual düşmür deyə o hissə lazım deyil. Əsasən yerin daxili quruluşunda mənim dediyim cümlələrə diqqət edin. Yəni düşmə ehtimalı 100% ancaq o cümlələrdir.